Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bugünkü videomda mayalı xəmirdən kəsmikli, yumuşaq bulkalar hazırlayıram və yaxud da buna mayalı piroq da demək olar. Xəmirimiz üçün 1 stəkan ilıq süd, üzərinə 2 yemək qaşığı şəkər tozu əlavə edirəm. 1 dolu yemək qaşığı smetan və yaxud da xama ilə də əvəz etmək olar bunu. Üzərinə isə 1 paket instant mayanı qatıb biraz qarışdırıram. Daha sonra 1 çay qaşığı duzu, 1 ağlı sarılı yumurtanı və 5 yemək qaşığı duru yağı əlavə edirəm. Biraz çırpıcı vasitəsilə qarışdırıb sonra unu əlavə edirəm. Xəmir yumuşaq xəmir olmalıdır. Unu az-az qatıram ki, xəmirimiz bərk alınmasın. 4-5 stəkan arası mən undan istifadə etdim. Əziz xanımlar, evdə olan ərzaqlarla hazırlaya biləcəyiniz bir şirniyyatdır. Xəmiri 5-6 dəqiqə yoğururam və daha sonra isə qoyacağım mayalansın. Bulkaların işliyi üçün mənə 200 qram sadə, duzlu olmayan kəsmik lazımdır. Kəsmiyin üzərinə 5-6 ədəd əvvəldən yuyub doğradığım ərik qurusu əlavə etdim. Siz bunu kişmişlə də əvəz edə bilərsiniz. 2 yemək qaşığı şəkər tozu və 1 çay qaşığı isə nişasta əlavə edirəm. Biraz da qarışdırıram. İşliyimiz hazırdır. Xəmirimizi 2 saatdır ki saxlamışıq, mayalanıb. İndi biraz da havasını əlimlə çıxardıram və hissələrə ayıracağam. Xəmirimi 8-ə eyni bərabər hissəyə ayırdım. Xəmiri mütləq kündələyəndən sonra 20 dəqiqə, yarım saatda belə mayalanmaq üçün saxlayıram. Bulkaların üzərinə səpmək üçün ovuntu hazırlayıram. 2 yemək qaşığı un, 2 yemək qaşığı şəkər tozu və gördüyünüz qədər də yağ əlavə etdim. Əlimdə ovdum. Artıq kündələrimiz də çox gözəl mayalanıb. İndi isə bulkalarımızı hazırlayıram. Xəmiri çox da geniş açmağa ehtiyac yoxdur. Göründüyü qədər açıram və üzərinə qarğıdalı yağı çəkirəm hər tərəfinə. Daha sonra isə 2 qat üst-üstə aparıb qatlayıram. Kətə və yaxud da qutap hazırlayanda necə ediriksə o formada edirəm. Sonra isə kəsmikli işlikdən gördüyünüz kimi kənarlarına eyni iki tərəfdən kənarına qoyub əlimlə qıraqlarını bərkidirəm. Və xəmirləri qarşı-qarşıya gətirib yavaşcana uç hissəsini birləşdirirəm. Birinci xəmiri hazırlayanda biraz diqqətli oluruq. Digərlərini hazırlamaq artıq asan olur. Əziz xanımlar, ikincini də hazırlayıram və yenə də təkrar göstərirəm. Çox sadə bir tərkibli şirniyyatdır. Yenə də deyirəm, evdə olan ərzaqlarla hazırlaya biləcəyiniz bir şirniyyatdır. Sadəcə 1 paket kəsmik lazımdır sizə bunun üçün. Ancaq çox bərəkətli və həm də görünüşü, dadı da fərqli alınır. İnanıram ki, bunu hazırlasanız çox bəyənəcəksiniz və kanalımıza hələ də abunə deyilsinizsə, videolarımızı bəyənirsinizsə, abunə olun və yorum yazın. Sizin yorumlarınız bizim üçün çox qiymətlidir. Hazırladığım xəmirləri sobanın qabına yığıram. Hansı qabda bişirəcəm? Mənim bu ölçü qabım uyğun gəldi xəmirlərimə. Üzərini yenə də örtüb bir 20 dəqiqə saxlayıram. Xəmirimiz biraz da mayalansın və üzərinə yumurta sarısı və süd ilə qarışdırdığım qarışımdan hər yerinə yaxşıca gəzdirirəm. Daha sonra isə hazırladığım ovuntunu bulkaların üzərinə səpdim. Buna mayalı piroq da deyə bilərsiniz. Bişməmişdən də belə çox gözəl görünür və mən sobamın 200 dərəcə rejimində konveksiyasız 20-25 dəqiqə bişirdim. Artıq hazırdır.
Bulkalarımız çox gözəl bişib, qabarıb. İnanın ki, ətri də bütün evi bürüyüb. Mən indi bunu isti-isti qırıb sizə içini, bişməyini göstərəcəm. Bulkaların arasına diqqət etsəniz, çox gözəl yumuşaq pambıq kimi bişib. Altı da qızarıb, üstü də xına kimi qızarıb. Ovuntusu da bulkalarımıza xüsusi gözəllik verir. Və inanın ki, bu ovuntunun da ətri kərə yağı ilə hazırladığımız üçün çox iştah açıcı bir ətri var. Qırıram və arasında qoyduğumuz kəsmiyi də sizə göstərmək istəyirəm. Çox gözəldir. Siz bunu qozlu işliklə də əvəz edə bilərsiniz, cem də əlavə edə bilərsiniz. Əlinizin altında nə varsa onunla hazırlaya bilərsiniz. Dəyərli izləyicilər, göz haqqınızı halal edin. İnşallah növbəti videolarda görüşənədək Allaha əmanət olun. Dadlıdır Murad? Yox.